Əhl-i Sünnətin mötəbər 6 hədis imamlarından birisi. Kutubu Sittə deyirlər. Yəni 6 kitab. Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsai, İbn Məcə. 6 mötəbər hədis kitabı. Bu 6 kitabdan birisinin müəllifi İmam Əbu Davud. Bu imamın belə bir sözü var, inşallah zikr edəcəm. İmam Əbu Davud bu 6 kitabdan birinin, Sünən Əbu Davudun müəllifidir. Hicrətin 3-cü əsrində yaşayıb. Hicrətin 202-ci ilində anadan olub. Hicrətin 275-ci ilində vəfat edib. Anadan olub Sicistanda, vəfat edib Bəsrədə. Sicistan indiki İranda bir bölgədir. İndi ora Sistan deyirlər. Qədimdə Sicistan deyirlər, indi Sistan deyirlər. İmam Əbu Davud Sünənin müəllifi. Əhməd ibn Həmbəlin tələbəsi olub, həmçinin İmam Buxarinin tələbəsi olub və hədis elmində özünün 2 böyük tələbəsi İmam Tirmizi və İmam Nəsai, yenə 6 hədis kitabından ikisinin müəllifi. 2 böyük imamın, Əhməd ibn Həmbəlin, İmam Buxarinin tələbəsi olub və özünün 2 dənə böyük imam olan hədis elmində İmam Tirmizi və İmam Nəsai tələbələri olub. Əbu Davud künyəsidir, əsl adı deməli Süleyman bin Əl-Əşəs bin Bəşir Əl-Əzədi Əs-Sidistani. Deyir ki, İmam Əbu Davud, Allah Rəsulunun hədislərini yazdım, təxminən 500 min hədis. 500 min, yarım milyon təxminən hədis cəm etdim bir yerə, yazı şəklində. Və sonra həmən 500 min hədisin içərisindən bu kitabıma, yəni Sünən Əbu Davuda 4800 səhih bildiyim hədisi cəm etdim kitabda. Yəni 500 min hədisin içərisindən 4800 hədisi bu kitabda deyir cəm etdim. Ancaq deyir bir müsəlmana dinini yaşamaqdan ötürü, yəni əxlaqlı bir insan olmaqdan ötürü, həqiqi bir müsəlman olmaqdan ötürü 4 hədis kifayətdir. Yəkfili insan min hədihil əhədis arba'a. Bütün deyir bu, yəni 500 mindən seçdiyi 4800 hədis, 4800 hədisin içərisindən də deyir 4 hədis bir insana kifayətdir. Yəni bir müsəlmana 4 hədis kifayətdir ki, dinini yaşasın. O 4 hədisin birincisi, İmam Buxari Müslim rəvayət edir bu hədisi. Həmçinin Sünən Əbu Davudda, İmam Əbu Davud da bu hədisi nəql edir. Səhih hədisdir. Ömər bin Xattab radiyallahu anhudan gəlir. Deyir ki, İnnəməl əməlu bin niyyət. Bütün əməllər niyyətlərə görədir. Və innəmə li kulli imri'in mə nəvə. Hər bir kişinin etdiyi əməl öncədən etdiyi niyyətə görədir. Fəmən kənət hicrətuhu iləllahi və rasulihi fəhicrətuhu iləllahi və rasulihi. Bir kişinin əgər hicrəti Allah və Rəsulu üçündürsə, elə onun hicrəti odur. Yəni Allah və Rəsulu üçündür. Və mən kənət hicrətuhu li dünya yusibuha əv imrəətin yənkihuha fəhicrətuhu ilə mə həcərə iləyhi. Bir kəs də hicrəti dünya üçün və yaxud da bir qadınla nicah etməkdən ötürü edirsə, onun da hicrəti elə ona görədir. Bu 4 hədisin birincisi budur. İkincisi, İmam Tirmizinin, İbn Məcənin, Daraqutninin Əbu Hüreyrə radiyallahu anhudan rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, min husni islamil mər'i tərkuhu mə lə ya'nihi. Kişinin İslamının gözəlliyindəndir ki, özünə aid olmayan şeyi tərk etsin. Özünə aid olmayan şeyə qarışmasın. Üçüncü hədis, yenə Buxari və Müslimin Ənəs bin Məlik radiyallahu anhudan rəvayət etdiyi hədisdə Allah Rəsulü buyurur ki, Lə yu'minu əhadukum həttə yuhibbə li əxihi mə yuhibbu li nəfsihi. Sizlərdən biriniz özü üçün sevdiyi bir şeyi öz qardaşı üçün sevmədiyi müddətcə iman gətirmiş sayılmaz. Dördüncü hədis, yenə İmam Buxari və Müslimin Nu'man bin Bəşir radiyallahu anhudan rəvayət etdiyi hədis, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Əl-həlal beyin vəl-həramu beyin beynəhumə umurun müştəbihət. Halal da bəllidir, haram da bəllidir. İkisinin ortasında bənzər, müştəbəh, yəni bir-birinə bənzər, qarışıq, qaranlıq şeylər var.
Kim mən bəriə şübhət, kim şübhələrdən bəri olarsa, istəbrə əli dinihi və li ırdihi. Kim bu şübhəli şeylərdən bəri olarsa, dinini və ırzını qorumuş olar. Bu 4 hədis. Deməli, İmam Əbu Davud buyurur ki, 500 min hədisin içərisindən sünənimə 4800 hədis cəm etdim. Ancaq müsəlmanın dinini yaşaması üçün bu 4 hədis yetər. Bu 4 hədisin birincisi niyyətlə bağlıdır. Bütün fiqh kitablarında hər hansı bir fərzi bab olaraq alimlər fiqh kitabında fəsil açdıqda hər hansı bir əməl, namaz, zəkat, oruc, cihad, birinci şərt nədir? Niyyət. Yəni Allah Subhanahu va Taala'nın insanlara bildirdiyi əməllər, hökmlər 2 qismdir. Əmr edilənlər və nəhy edilən şeylər. Nəhy edilən şeylər yox, əmr edilən şeylərin hamısının əvvəldə birinci şərtindədir, niyyət. Namaz qılırsan, birinci nə olmalı? Niyyət olmalıdır, şərtidir. Cihad, zəkat, oruc. İnsanın birinci niyyət olmalıdır. Yəni, niyyət də insanın qəlbinin əməlidir. Allah Rəsulü buyurur ki, İnna Allaha la yanzuru ilə əcsamikum və ilə suvarikum və lakin yanzuru ilə qulubikum. Allah sizin cisimlərinizə, surətlərinizə baxmır, qəlblərinizə baxır. Hər bir salih əməl, hansı ki Allah Subhanahu wa Taala əmr edib, Allahın birinci şərti bütün əmr etdiyi əməllərdə nədir? Niyyət. İnsan niyyət olması. Ki, həmən etdiyi əməldə qəsd etdiyi kimdir? Allahdır. Ancaq Allah Subhanahu wa Taala'nın ikinci qism əmrlər və nəhiylər olaraq, nəyə ki nəhiy edib, onlarda niyyətin, o əməlləri işləyənlərdə niyyətin necəliyi şərt deyil. Məsələn, birisi içki içir. Niyyəti yaxşı ola bilər, ancaq şərt deyil. Və yaxud da birisi gedir, oğurluq edir. Niyyəti yaxşı olsa da belə, elə oğrudur. Məsələn, gedir, oğurluq edir ki, deyir, sədəqə verəcəm. Və yaxud da yalan danışır insan, qeybət edir, deyir, niyyətim yaxşı idi. Niyyətinə baxılmır. Yəni, bu qaydadır. Haram əməllərdə niyyət axtarılmır. Niyyət axtarılır harada? Salih əməllərdə. Birisi namaz qılır, deyir ki, əgər ixlassızsa, namaz qəbuldur. Ancaq birisi zina edir, onun niyyəti bizim üçün önemli deyil. Onun adı ilə zinakardır. Niyyəti yaxşı ola bilər, ancaq üzr deyil onun üçün. Bütün İslam əhkamı, hansı ki Allah Subhanahu wa Taala əmr edib, vaciblər və yaxud da müstəhəblər, hamısı üçün niyyət şərtdir. Bunun üçün deyir ki, müsəlmanın dinini yaşaması üçün 4 hədis kifayətdir. Yəni, insan bilməlidir ki, nə edirsə, niyyəti yoxdursa, heç bir xeyri yoxdur. Niyyət olmalıdır hər bir şeydə. İnsan etdiyi əməllərdə Allah Subhanahu wa Taala'nın razılığını qəsd etməlidir. İxlasın tərifində elm əhli deyir ki, əl-ixlas təxlisun niyyəti vəl-qasd min kulli qaradı dünyəvi. İxlas bütün məqsədlərdə, bütün işlərdə, dünyavi məqsədlərdən nə olmaq? Təmizlənmək. Allah Subhanahu wa Taala'nı qəsd etmək. Onun üçün mühüm məsələdir ki, müsəlmanın dinini yaşaması üçün İmam Əbu Davud rahimehullah buyurur ki, 4 hədis kifayətdir. 4 hədisin birincisi İnnəməl əməlu bin niyyət. Bütün əməllər niyyətlərə görədir. İnsan daim nə etsin? Niyyətini mühafizə etsin, niyyətini yeniləsin. Sufyan Əs-Savri rahimehullah buyurur ki, Mə alətdu şeyən əşəddə aley illə niyyəti. Ən çətin müalicə etdiyim şeyim niyyətimdir. Daim onu müalicə edirəm. Liənnə tətəqəlləbu aley. Çünki daim çevrilir. Daim niyyətinə etmək lazımdır, yeniləmək lazımdır. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, İnnəl iman yaxluqu fil qalbi kəmə yaxluqu savb. İnsanın qəlbindəki iman paltarın köhnəldiyi kimi köhnəlir. Fəccəddidu imanəkum. İmanınızı təzələyin. Necə paltarın köhnəldikdə təzəsini alırsan. İmanını da nə edirsən? Təzələyirsən. Daim özün özünə sual verirsən. İnsan qəlbində olanı özü bilir, bir də Allah Subhanahu taala bilir. Kənardan ötüşün bilənməz. Təzələyəsən daim. Çünki niyyət olmayanda əməlin yalnız şəkli qalır, surəti qalır, hərəkəti qalır, ancaq özü yoxdur. Müsəlmanın dinini yaşamasından ötürü kifayət edən 4 hədisin birincisi niyyətlə bağlıdır. İkinci hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, min husni islamil mər'i tərkuhu mə la ya'nihi. Kişinin İslamının gözəlliyindəndir ki, özünə aid olmayan şeyləri tərk etsin. İnsanların arasında baş verən narazılıqlar, insanların bir-birlərinin qeybət etməsi, insanların bir-birinə buğd etməsi, insanların bir-birinə nifrət etməsi, səbəblərin ən böyüyü insanların özünə aid olmayan şeylərə qarışmasıdır. Müxtəlif insanlar var. Həm
dünyəvi yöndən, həm də şəri yöndən. Əmir var, qazi var, alim var, fətva verən var, adam verən var, məscid imamı var, küçəni süpürən var. Dünyəvi işlə də belədir. Tacir var, hər hansı bir dünyəvi işlə məşğul olan var, əkinçi var, ət satan var, süd satan var, nə bilim, hər bir işlə məşğul olur. Hər insan öz işinə məsul olsa, sırf öz işinə, öz işi ilə məşğul olsa, başqasının işinə qarışmasa, başqasının həyatını araşdırmasa, həm dində, həm dünyada insanların arasında problem olmaz. Min husni İslamil mər'i tərkuhu mə la ya'nihi. Kişinin İslamının gözəlliyindəndir ki, özünə aid olmayan işə qarışmasın. Hər ailədə də belədir, dünyada da belədir, ticarətdə də belədir, dövlətdə də belədir. Dövlətdə xəlifədən aşağı qədər müxtəlif insanlar var. Hərənin öz işi var. Aşağıdakı, yuxarıdakının işinə qarışanda nə olur? Ailə də elədir. Qadın var, kişi var, uşaq var. Hərənin öz işi var. Və ailədə haqlar var. Qadının haqları, kişinin haqları, uşağın haqları. Düzdürmü? Hərə öz haqqını qorusa, başqasının işinə müdaxilə etməsə, hamı xoşbəxt olar. Firavan yaşayar. Din də belədir. Alim var, tələbə var, sıradan olan müsəlman var. Sıradan avam olan müsəlmanlar alimlərin söhbətini gətirib özlərinə mövzu etdikdə, axırda bir-birini buğz edirlər. Biri yarımçıq nəyisə anlayır, başqa birisi də başqa bir şey yarımçıq anlayır. Bir-birinə vururlar, partlayış baş verir. Sonra da buğz çıxır ortaya, parçalanma baş verir. Onun üçün Peyğəmbər s.ə.v buyurur ki, kişinin İslamının gözəlliyindəndir ki, özünə aid olmayan şeyi tərk etsin. 4 hədsin ikincisi. 3-cü hədis, La yu'minu əhadukum həttə yuhibbə li'əxihə mə yuhibbilu nəfsihi. Özün üçün istədiyin şeyi başqa müsəlman qardaşın üçün istəmədiksə nə olmazsan, kamil iman gətirmiş hesab edilməzsən. İnsan doğrudan da əgər özünə rəva bildiyi bir şeyi başqası üçün istəmir və yaxud da pis bir şeyi başqasına rəva bilir, özünə rəva bilmir. Burada hansı hörmətdən, məhəbbətdən söhbət gedə bilər? Təbii ki, gedə bilməz. İnsan bir şeyi özü üçün istəyirsə, gərək qardaşı üçün də onu istəsin. Özünə rəva bilmədiyin bir şey gərək başqasına da rəva bilməyəsən. Çünki müsəlmanlar Peyğəmbər s.ə.v hədisinə görə bir cəsəddir. Bir cəsəd, yəni insanın özünün cəsədində olan bədənindəki əzaları, bir əza ağradıqda başqası da ağrıyır, düzdürmü? İnsan bütöv bir cəsəd olduğu kimi ümmət də bütöv bir cəsəddir. Gərək hamının yaxşılığını istəyir, hamı üçün çalışır. Hamının müsəlmanlar, hər bir kəs digərinin xidmətçisidir. Belə baxmaq lazımdır. Heç kimdən üstün deyil, artıq deyil. Üstünlük, artıqlıq yalnız təqvadadır. Başqa bir şey də deyil. Onun üçün əgər insanlar bir-birini sevsə, özünü üçün istədiyini başqası üçün də istəsə, Allahdan özü üçün istədiyi şeyləri müsəlman qardaşı üçün də istədikdə insanlar xoşbəxt olar. Hər şey gözəl olar. Bu 4 hədisin üçüncüsü idi. 4-cü hədis Peyğəmbər s.ə.v buyurur ki, halal da bəllidir. Yəni şəriətdə Allah subhanətələ halallar bildirib ki, bu şeylər halaldır. Və yaxud da şəriətdə əgər bir şeyin halal olduğu bildirilməyibsə, əl-əsl fil-əşyəl-hill usul qaydasıdır ki, əşyada əsl halallıqdır. Bir şeyin haramlığı ilə bağlı qəti bir dəlil yoxdursa, o əsli hökmündə halal olaraq qalır. 2 cür halal var. Əsli halal, şəri halal. Əsli halal odur ki, şəriət bu şeyin haram olduğunu bildirməyib. Elə bir şeydir ki, şəriət bildirməyib. Məsəl üçün, hər hansı bir meyvədir. Şəriətdə dəlil yoxdur ki, alma halaldır. Ancaq əsli hökmü nədir? Allah subhanətələ buyurur ki, Huvəl-ləzi xaləqə mə fissəm. Allah yer və səmada olan hər şey sizin üçün yaradıb. Huvəl-ləzi xaləqə ləkum mə fil-ərdi cəmiən. Bütün yerdə olan şeyi sizin üçün xəlq edir. Deməli, əşyanın əsli sizin üçün xəlq edilibsə, hər şey halaldır. Şəriətin haram bildirdiyindən başqa. İçkini haram edir, donuz ətini haram edir və s. 2 tür halal var. Əsli halal, bir də şəri halal. Məsələn, Allah subhanətələ ayətlə bildirir ki, o sizə ribanı haram, ticarətsə halal etdi. Ticarət ayətlə halaldır. Ancaq alma əsli hökmü ilə halaldır. Halallar bəllidir bu qayda ilə, bu şəri qaydalarla bəllidir. Haramlar da bəllidir şəriətlə. Ancaq bunun ikisinin arasında bəzi şübhəli şeylər var, qaranlıq şeylər var. Hansı ki, bir qrup insan ona halal deyib elm əhlindən, bir qrup insan ona haram deyib. Məsələn, at ətinin yeyilməsi kimi. Cumhur deyir halaldır, hərəfi məzhəbi deyir haramdır. İstihad ediblər ki, Allah subhanətələ atı Quran ayətlərində cihadın bir əşyası kimi bildirib. وَاَعِدُّ لَهَمْ مَسْتَتَعْتُمْ مِنْ قُوَّةٍ وَمِنْ رِبَاتِ الْخَيْلِ Kafirlərə qarşı bazardığınız qədər qüvvət və gözəl atlar hazırlayın. İstihad edib deyib ki, at cihad üçündür, yemək məkruhdur. Bu şübhəli bir şeydir.
Deməli Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, halal da bəllidir, haram da bəllidir. Bunlar qəti məsələlərdir. Ortada şübhəli şeylər var. Kim onlardan çəkinərsə, yəni şübhəli şeyləri tərk edir. Dinini qoruyar, ırzını qoruyar. Kim şübhəli şeylərə düşərsə haramı düşər. Kim şübhəli şeylərin ardınca gedərsə harama düşər. Bu 4 hədisin 4-cüsü. İnsanlar doğrudan özlərinə aid olmayan şübhəli məsələlər, çətin məsələlər, girib o məsələlərdə eşələndikdə axırda görsən fitnə fəsad baş verir. İmam Əbu Davud rahimehullah buyurur ki, 500 min hədis cəm etdim, yazdım Allah Rəsulunun hədislərini və bu kitaba, yəni Sünən Əbu Davuda həmən hədislərdən 4800-ünü daxil etdim. Ancaq bütün bu işləri görəndən sonra belə nəticəyə gəldim ki, bir müsəlmana kifayət edən şey dinini yaşamasından ötürü 4 hədisdir. Və həmən 4 hədis də bu hədislərdir. İnnəməl əməlu bin niyyət. Bütün əməllər niyyətlərə görədir. Min husn İslamil mər'i tərkuhu mə la ya'nihi. Kişinin İslamının gözəlliyindəndir ki, özünə aid olmayan şeyləri tərk etsin. Bu ikinci hədis. Üçüncü hədis, la yu'minu ahadukum hatta yuhibba li axihi ma yuhibbu li nefsihi. Sizlərdən biriniz qardaşı üçün, özü üçün sevdiyi şeyi qardaşı üçün sevmədikdə kamil iman gətirmiş olmaz. Dördüncü hədis, halal da, haram da bəllidir. İkisinin arasında şübhəli şeylər var. Kim şübhəli şeylərdən çəkinərsə, dinini və ırzını qorumuş olar. Bu 4 hədis. Hansı ki, bu 4 ədəmətli hədis doğrudan da əməl edilsə, insanlar tərəfindən bu hədisdə Allah Rəsulunun bizə bildirdiyi şeylərə əməl etsək, dinimizi kamil yaşamış olarıq. Subhanək Allahumma bihamdik, əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.